Salam əziz tamaşaçılar, xoş gördük sizi Əziz Xalq Qəzetinin izləyiciləri və tamaşaçıları. Bugünkü verilişimizi Bakıda və Abşeron yarımadasında ilk dəfə olaraq açılan Botanika, Floristika, Landşaft, Botanika bağçasından hazırlamışıq. Verilişimizin məramı, məqsədi Azərbaycanda 2024-cü ildə qeyd olunan Yaşıl Dünya naminə həmrəylik ilinin tarixi əhəmiyyətini bir daha qeyd etməkdir. Ona görə ki, bugün görəcəyiniz kadrlar bizim alimlərin, elm adamlarının əməyi, zəhməti hesabına başa gəlib. Yaşıl Dünya naminə həmrəylik ilindən sonra yaradıcı alimlərimiz, fədakar ziyalılarımız məhz belə bir bağçanın, belə bir botanika bağçasının yaradılmasına, onun bünövrəsinin qoyulmasına nail olublar. Biz də bu məqsədlə ilk dəfə olaraq Abşeron yarımadasında fəaliyyətə başlayan Botanika, Floristika, Landşaft, Botanika bağçasından verilişimizi hazırlamışıq. Müsahibim bioloji elmləri doktoru, professor Həsən Babayevdir. Həsən müəllim Botanika, Floristika, Landşaft, Botanika bağçasının demək olar ki, araya, ərsəyə gəlməsində əsas elm adamlarından biridir. Həsən müəllim, sizi təbrik edirəm ki, belə bir bağçanın yaradılmasına, onun bünövrəsinin qoyulmasına müvəffəq olmuşsunuz. Elə biz bu məramla sizi axtardıq, aradıq. Doğrudan da mən eşidəndə ki, belə bir botanika bağçası Abşeron yarımadasında araya, ərsəyə gəlib, yaradılıb və istədim tamaşaçılarımıza bu barədə geniş müfəssəl məlumat verim. Buyurun, sizi dinləmək istəyirəm. Çox sağ olun Kəmalə xanım. Onu doğru buyurursunuz. Botanika, Floristika, Landşaft, bu botanika bağçasının bu Abşeronda yaradılması çox mürəkkəb, çətin və eyni zamanda o çətin olduğu qədər də şərəfli bir iş idi. Bizim burada əsas məqsədimiz bu bağı yaratmaqda odur ki, təbiətə xidmət sivilizasiyasını dünyaya göstərək, eyni zamanda xalqımıza göstərək və bu haqda bütün cəmiyyətimizin bütün üzvlərini deməli maarifləndirək. Bağı biz yaradarkən burada çox müxtəlif, dünyanın müxtəlif ölkələrindən, müxtəlif ərazilərindən müxtəlif növ bitkiləri gətirdik. Bir hissəsini burada toxumdan bitirdik, bir hissəsini onların müxtəlif orqanlarını, qələmlərini gətirdik. Burada kolleksiyalarını yaratdıq və çalışdıq ki, bu kolleksiyalar üzrə bu bağımızı inkişaf elətdirək. İndi bu bağın çox böyük əhəmiyyəti olacaqdır xalqımız üçün. Həm maarifləndirmə məqsədi ilə, həm sağlamlığının qorunması məqsədi ilə və eyni zamanda təbiətimizin mühafizəsi, qorunması, inkişafı məqsədi ilə çox böyük bunun əhəmiyyəti olacaqdır. Və biz çalışacaq ki, bu nə birinci, nə də axırıncı olsun. Paytaxtımızda, Respublikamızın müxtəlif regionlarında botanika bağçalarının sayını artıraq ki, Respublikanın bütün əhalisi bundan sərfəli, sonra faydalı şəkildə istifadə edə bilsinlər, yəni bəhrələnsinlər. İndi bu, mən qısaca bunu dedim. Amma daha yaxşı olar ki, elə biz söhbət eləyə bütün bağçanı gəzək və orada hər bir ağac haqqında, hər bir bitki haqqında, onların mənşəyi, vətəni, xarakter xüsusiyyətləri, bioloji xüsusiyyətləri haqqında sizə ətraflı məlumat verim. Kəmalə xanım, çox sağ olun, minnətdaram. İndi bir dənə onu demək istəyirəm ki, indi biz bu dəqiqə bu şəlalənin qabağındayıq və istəyirəm ki, bunun haqqında konkret birazca məlumat verim. Sonra bu bizim botanika bağçası ilə bağlı digər məlumatları bağda o hərəkətdə olarkən orada müəyyən məlumatları çatdıraram. Bunu niyə bu fikrə düşdük və bunu yaratdıq? Qısaca olaraq onu qeyd edeyim ki, bu botanika bağçasıdır və burada dünyanın çox müxtəlif ölkələrindən burada bitkilər əkilibdir və onların da hər birisinin özünün kolleksiyası var. Kolleksiya var ki, məsələn, subtropik zonadan gəlibdir, Talış zonasından gəlibdir. Misal üçün, deyək ki, Aralıq dənizi sahilləri
bitkiləri olan bir kolleksiyamız var. Deyək ki, Çin və müxtəlif ölkələrlə bağlı bizim burada kolleksiyalarımız var və eyni zamanda deməli su bataqlıq bitkiləri ilə bağlı, dağ çəmən bitkiləri ilə bağlı bizim ayrı kolleksiyalar var. Bu kolleksiyaların hər birinin də özünə məxsus olduğu yerdə, vətənində özünə məxsus onların belə iqlimi var. Yəni onlar o iqlimdə böyüyürlər. İndi biz bunu niyə yaratdıq? Bunu ona görə yaratdıq ki, o subtropik bitkilər, ondan sonra dağ çəmən bitkiləri, deməli çöl meşə bitkiləri, bunlar əsasən dağlıq zonalarda olur və o dağlıq zonalarda da həmişə çaylar olur, şəlalələr olur və ona görə biz bunu yaratdıq. Bunun əhəmiyyəti nədir? Bunun əhəmiyyəti birincisi, o bitkilər biz deyil cansızdır, cansız deyəndə canlıdır. Ancaq onların belə fikir yaranır ki, insanlarda duyma qabiliyyəti yoxdur. Ancaq bu tamamilə kökündən səhvdir. Bitkilər də insan kimi hər şeyi duyur, ona reaksiya verir. Sadəcə dili yoxdur danışmağa və onlar da bunun bu şəlalənin gətirdiyi o musiqi səsinə, şırıltısına valih olurlar. Eyni zamanda bu şəlalə öz ətrafında müəyyən sahədə nəmişliyi artırır. Yəni bu tökülürsə də ətrafa nəmişlik verir və o dağ, çəmən, ondan sonra su bataqlıq bitkiləri həmin o nəmişliyə uyğun orada nəmişlik yaranır burada və onlar burada özünü normal hiss edib böyüyürlər. Yəni bunun bir isə bu həmin bitkilərin o ərazidə yayılan bitkilərin inkişafını təmin etmək üçün bir deməli vasitədir. Yəni həm nəmişlik yaradır, həm də səs yaratmaqla bərabər yəni o bitkilərin inkişafına təsir göstərir. Bununla əlaqədar eyni zamanda deməli quşlar, yəni müxtəlif o deməli o növ quşlar onun səsinə axıb gəlirlər buraya. Sonra burada özlərinə vətən, ikinci bir vətən deməli seçirlər. Burada indi zaman gələcək ki, burada ağaclarda həmən quşlar yuva quracaqlar, bala çıxardacaqlar, nəsil verəcəklər. Yəni o quşların artması, çoxalması, biraz cəlb olunması, özlərinə vətən deməli seçməsi, orada nəsil verməsi və s. O hamısı təbiətdən asılıdır. Təbiət siz şəlaləni eyni zamanda onlara ilham mənbəyi. İlham mənbəyi kimi ki, o çəksin, onlar gəlsinlər. Onlar istər-istəməz, onlar eşitmə qabiliyyəti çox güclüdür. Onlar neçə metr hündürlükdən o şəlaləni gəzirlər. Gəzək və o bəzi şeyləri mən burada sizə göstərmək istəyirəm. Həsən müəllim, bu çox qəribədir. Mən ilk dəfədir görürəm ki, quşların yuvasını daşlardan eləmişsiniz. Bəli. Adətən quşların yuvası taxtadan olur. Bəli, taxtadan olur. Sizsə ilk dəfə olaraq quşların yuvasını daşlardan, özə bunlar səhv etmirəmsə gülbax daşlarıdır. Bəli, o gülbax daşlardır, o xüsusi daşlardır. Deməli, quşlar... Tamaşaçılara deyim ki, gülbax daşları məhz elə Azərbaycanda çıxarılır. Bəli. Və orada gördüyünüz kimi həmin o gülbax daşlarından xüsusi formada, konstruksiyada onlar üçün yuva qurulub da, deyək ki. Bu quşlar gəlirlər, oraya məsələn yem tökürük, onlar gəlirlər, orada qidalanırlar. Niyə görə daşlardan? Ona görə ki, bunlar quş da bilirsiniz, bunlar daimi, məsəl üçün, sinantrop orqanizm deyirlər. Onlar təbiətdə yaşayırlar. O təbiətdə onlar ağaçlarda yaşayırlar, sonra qayalıqlarda, ondan sonra böyük bir o təbiət ərazilərində yaşadıqlarına görə onlar deyək ki, bu daşa daha yaxşı meyl eləyirlər, nəinki digər şeylərə. İndi deməli taxtadan çox daşa meyl eləyirlər. Bəli, onlar çünki o təbiətdə, qayalarda, o sıldırım qayalarda zaten əksərən öz yuvalarını qururlar. Və yaxud da ağacların o hündür, əl çatmayan yerlərində özlərinə yuva tikirlər ki, yəni o balalarını qorumaq məqsədi ilə. Buna da bax, burada indi həmin o məsələnin hər bir şeyi burada əks olunubdur. Daş da var, yuvası da var, qorunması da var, hətta qida da veririk və onlar gəlib burada normallə girirlər, orada yaşayırlar. İnanın, bağa baxdıqca buradakı gözəllikdən insan doymur. Doğrudur, doğru, siz deyirsiniz. Bax, biz orada o bulaqdan, şəlalədən danışdıq. Bu da elə bir ki, onun davamı kimi belə bir şəlalədir və buradan süni çay düzəltmişik
və bu çay bağın içərisi ilə qıvrım yollarla axıb gedir axıra qədər. Bu nəyə görədir? Çünki elə bitkilər vardır ki, bilirsiniz ki, suya münasibətinə görə bitkilər, su sevən bitkilər növləri də var ki, onlar həmişə suyun ətrafında olmalıdır, ya kökləri müəyyən qədər suya dəyməlidir ki, onlar inkişaf eləsinlər. Bax, buna görə də biz bu çayı yaratmışıq ki, onun ətrafındakı su sevən bitkilər normal inkişaf elə bilsinlər. Orada əmsər onun çox spesifik bir dənəsini sizə göstərdim. O Abşeronda ümumiyyətlə o olmayan bitkidir. Bu da ki, lap Abşeronda hara gezib axtarasan, heç bir yerdə o bitkiyə rast gəlmək mümkün deyil. Bu bitki baldırğan bitkisidir. Hansı bitki? Baldırğan. Baldırğan. Hə, baldırğan, bəli. Zəhmət olmasa bu tərəfə gedəyin. Hə. Bax bu bax gördüyümüz o bitki var. O məlum onun zəhmət olmasa çəkir. Bax o bitki böyük yarpaqlı və çiçəkləri, mürəkkəb çiçək qrupuna daxildir onun çiçəkləri və orada görürsünüz suyun ətrafında onun kökü daimi oradan su nəm alır. Ona görə o boyda inkişaf eləyibdir. Heç bu öz vətənində, öz yerində belə inkişaf eləmir. Özdə gördüyünüz kimi bu böyük bitki olur. Onun o çiçəkləri ağ rəngdə mürəkkəb çiçək qrupuna daxildir və kökü daimi bu çaydan su alır. Ona görə bax burada belə bir vəziyyətdə çox yüksək səviyyədə əmələ gəlibdir. Heç bunun öz vətənində belə deyək ki, inkişaf eləmir. Baldırğanın vətəni haradır? Baldırğanın vətəni Azərbaycanda çox yerdə var. Məsəl üçün deyək ki, Gədəbəy, Kəlbəcər, ondan sonra Tovuzda, ondan sonra bu şimal zonaları, dağlıq, haradakı dağlıq zonalardır və orada çoxlu yağışlar yağır və həmən o yerlərdə də bu bitkilər həmişə bu orada çox olur. Belə görürsən ki, öz-özünə artır, çoxalır, böyük bir sahələri tutur. O çox gözəl bitkidir, dərman bitkisidir. Onun çayının, yarpağının dəmləməsi deməli insanlarda, o cümlədə uşaqlarda əsas ən yaxşı boğazı, bəlğəm gətirici deməli bir vasitədir. O uşağı bircə dəfə dəmləyirsən yarpağını, uşaq içir, o ağziyarını, tənəffüs yollarını zadlarını elə təmizləyir ki, da orada bir dənə xırıltı, bəlğəm və s. qalmır. Gələcəkdə bu bağı istəyirsiniz ki, ictimaiyyətin səyahətinə, onların botanika muzeyi kimi istifadəsinə verəsiniz. Bax, bu baxımdan istəyirəm sizin fikrinizi bilin. Çox sağ olun. Bu bağı yaradanda həqiqətən də bizim də ən birinci fikrimiz o idi ki, xalqımızın, gənclərimizin sağlamlığının qorunması məqsədi ilə gözəl bir bağça yaradılsın, onlar gəlsinlər burada hava qəbul eləsinlər, istirahət eləsinlər. Bitkilər haqqında Və məlumat. burada bəli, bizim indi o haqda indi deyəcəkdim, elə qoy elə bir yerindəcə indi deyim. Bizim burada maarifləndirici işlər aparacağıq. Bizim əsas o nizamnamə fəaliyyətimizin bir istiqaməti də maarifləndirmə məsələsidir. Onları müxtəlif yaş qruplarından olan buraya deyək ki, insanları cəlb eləyəcəyik. Sonra özümüz gedib universitetlərdə, orta məktəblərdə və yaxud da ki, ayrı-ayrı idarə və təşkilatlarda maarifləndirmə məqsədi ilə dərslər keçirəcəyik. Orada video chartlar göstərəcəyik onlara ki, balaca vaxtından uşaq böyüyərkən təbiəti sevsin. Bəli. Yaxşılığı məhv eləməsin. Bəli, o uşaq vaxtından ki, o onun ürəyinə, qanına yeridirsə də, ondan sonra o heç vaxtı təbiətə başqa gözdən baxmayacaqdır. Bir vaxtı məsəl üçün biz tələbə vaxtı olanda bu elmi kommunizm keçirdik. Yəqin siz də o vaxt biz Sovet İttifaqının təhsil sistemində təhsil almışıq. O vaxtı orada belə bir şey var idi. Deyirdilər ki, elmi-texniki inqilab, yəni elmi-texniki tərəqqi nə qədər yüksək inkişaf eləyirsə, insan özünü bir o qədər tez ölümə yaxınlaşdırır. Həqiqətən də bombalar, silahlar yaranır, artır, çoxalır və sonra o istifadə olunur, insanın özünü məhv eləyir. Bax, bu nöqteyi nəzərdən, bax, o vaxtda elə bir şey var idi. İndiki kimi mənim yadımdadır. Qeyd edeyim ki, bu Abşeronun iqlimi elə bir iqlimdir ki, burada hər bir bitki bitmir də. Bura quru subtropik zonadır. Burada bəzi bitkilər badamdır, əncirdir, tutdur, biraz başqa bir meyvələr və s. bunlar üzüm, bunlar əmələ gəlir. Amma digər bitkiləri burada əmələ gətirmək üçün gərək o bitkilərə deməli, özlərinin doğulduğu, yəni özlərinin vətəni olan o mühitdəki o iqlimi gətirəsən buraya və o da orada inkişaf eləyər. Ona görə də bax, biz çalışmışıq ki, bax, bu
çay yaradaq. Bu mikro çay kimi, yəni bu çayı xatırladır. Bəli. Ətrafında bitkiləri əhmişik. Bax görürsünüz bunlar hamısı. Sonra Müəllim, buna xalq arasında həm də arx deyirlər. bu elə başlı arx səviyyəsindədir. İndi biz də bunu biraz daşlarla düzmüşük, eləmişik. Bu bir növ çayı xatırladır. Bax bu yasəmənidir. Sonra bax bunlar parlaq yarpaq kalina, yəni başın ağacıdır. Sonra bunlar çiyələk ağacıdır. Sonra elə dediyimiz baldırğan ilk dəfə gəlibdir burada. Özdə onu deyim ki, o şeydən, Naxçıvandan gəlibdir. Dəmir ağacları əkilibdir buraya, o burada olmur. Dəmir ağaclar. Dəmir ağaclar, bəli. İndi bəlkə ora keçsə, orada göstərər. Nəyin göstərin? Bugünkü bəlkə də bu görüşümüzün əsas deməli müsbət tərəflərindən biri də ondan ibarətdir ki, burada indi hər yerdə bu bitkilər yoxdur. Bunu burada göstərək, xalqımız onu tanısınlar, baxsınlar, maariflənsinlər. Lazım gələndə özlərinin xeyrinə, yəni həyətində, bacasında, bağında, bağçasında çoxaltsınlar, əksinlər. Ümumiyyətlə Həsən müəllim, insanlar nə qədər yaşıllığın qeydinə qalsalar, nə qədər təbiətə istilik versələr, ona xidmət etsələr, təbiət onlara 10 qat artıq mükafat verir. Bəli, əlbəttə elədir. Təbiətə ümumiyyətlə nə verirsənsə, onu dəfələrlə deməli artıqlamasından alırsan. O torpağa əkilən toxum kimidir. Əkirsən, bir neçə dəfə çox ondan məhsul əldə edirsən. Burada bax bu cildi, bax buna deyirlər bu cildi. Bax onlar ona pıxta deyirlər, pıxta. Yəni ki, çox yerdə deyirlər Kremlovski sidir də deyirlər. Belə yaxşı, çox görkəmli deməli bitkidir. Böyüyəndən sonra çox gözəl deməli formalar olur. Bu bayaq danışdıq, bu parlaq yarpaq kalinadır, başın ağacıdır. Bu ağac. Ağac, bəli. Bu dəmir ağacıdır. Bax, bu isə dəmir ağacıdır, budur. Və yaxud bunun qırağına, uzunluğuna əhmişik. Bu dəmir ağacı elə bir ağacdır ki, yəni o talış meşələrindən başqa heç yerdə bitmir o. Amma indi son vaxtda gətirib Azərbaycanda, sonra bəzi yerlərdə... Abşeronda mümkündürmü bunu inkişaf etdirmək? Rast gəlməmişəm, şəhərdə yoxdur. Nəsə mod düşmüş bəlkə də, amma botanika bağında var idi ondan. Sonra bir də ki, biz indi bunu gətirmişik, burada əhmişik. Bu elə bir şeydir ki, bunun həm deməli iki cürdür. Bir sarı yarpaq deməli dəmir ağacı, bir də qırmızı yarpaq. Bunlar hər ikisi də sarısı da çox gözəl sarıdır. Tünd sarı belə payız vaxtı onlar görünür. Qırmızısı da bardov qırmızı rəngdə olur. Belə bağı 2 dənə, 3 dənə orada burada olsa, o bağı tamamilə onun xarici görkəmini dəyişir. Və bundan bir yaxşı xüsusiyyət də var ki, birini burada əhmişik, birini burada. Yuxarı qalxandan sonra onun budaqlarını gətirib bir-birinə bağlayanda oradan yuxarı bir-birinə hörlə qalxır. Elə bir ki, o qızlar saçlarını necə hörürlər. Bax, onun kimi hörlə qalxır. Onu məsəl üçün elə eləyib çox vaxtı onu canlı çadır, palatka da adlandırırlar. Yəni elə onu eləyirsən, sonra üstündə biraz deyək ki, nəsə atıq eləyirsən, olur altı, yağış buraxmır, normal yaxşı bir şərait alınır. Sonra bunda sarmaşıqlardır. Daha mən görürəm uzaqda yerində gül kolları var. O tərəf. Gedək orada fırlanıb orada gedəndə orada göstərək. Buyurun. Deməli, insan istəsə təbiətə öz tövhəsini verə bilər. Mən bayaq qeyd etdiyim kimi təbiət bizə o qədər böyük nemətlər verir ki, sadəcə olaraq biz insanlar çox vaxt onun təfərrüatına varmırıq. Dərk etmirik və yaxud da ki, bəli. Bu bitkinin adı necə? Adı kalistamon. Bəli. Kalistamon bu da nədən ötürü yeri bu bəzək bitkisidir. Bəzək bitkisidir. Bu bura yerli bitki deyil. Bu gəlib o Aralıq dənizi sahillərindən, sonra deməli o cənubdan gələn bitkidir. Bu da hardasa bir 2-3 ildir və ya maksimum ola bilər 4 ildir gəlib çıxıb Azərbaycana buraya. Ondan qabaq burada heç yerdə ona rast gəlmək olmaz. Demək indi çoxdur. Deməli hər yerdə ona rast gəlinir. Bu bax o Hind yasəmənidir. O çox belə burada indi gördüyünüz bu Hind yasəmənidir və gördüyünüz kimi bu bir nara oxşuyor, ancaq nar deyil. Amma çiçəkləri də yenə adi yasəmən onun kimi salxım çiçəkləri, çiçək qrupu olur və çiçəkdə uzun müddət qalır. Yəni bunlar hamısı Abşeronda yetişdirilə bilir. Bunlar Abşeronda, bunların əksəriyyətini biz toxumdan yetişdirmişik burada.
İndi bəzilərini var ki, onu hazır almışıq, amma bəziləri də var ki, biz onu özümüz yetişdirmişik burada. Yəni o sırf buranın məhsuludur. Burada əmələ gəlibdir. Sonra bu bitki haqqında bu da qeyd elədik ki, bu iynə yarpaqlıdır. Çünki baxanda yarpaqları iynə şəklindədir. Bu yenə dediyimiz kimi deməli sərv qrupuna aiddir. Sərv kedir. İndi bunu çox vaxtı deyirlər Kremlovski kedir. Orada da var, burada da var bunların. Sonra bunların deməli gümüşə rənginə oxşanı orada var, göstərəcəm. O da eyni ilə belədir, amma rəngi gümüş rəngindədir. Ona gümüşlü sərv deyirlər. Çox vaxtı ona deməli Arizon sərvi də deyirlər. Bir dənəsi də var bunun. Ondan çox təəssüflər olsun ki, hələ biz onu tapmamışıq, o çox çətin tapılır. Livan sidri deyilən bunun bir növü var. Bu livan sidri isə buna deməli sidri kafir də deyirlər ona. Elə də adlandırırlar. Bu nəyə görədir? O qədimi o Misirdə zətdə o vaxtı mumyaların yaranmasında insanları ümumiyyətlə mumya oldu, olmadı. İnsanları dəfn eləyəndə onun budaqlarından kəsirlər, alt meydində qəbrə düzürlər, sonra o məhrum olmuş adam qoyurlar üstünə, bundan yenə üstünə düzürlər, torpaqlayırlar. Bu özündən çoxlu miqdarda fitonsitlər, ondan sonra yəni ki, antibakteriyal maddələr buraxır və onlar o zərər verici, orqanizmə o çürüdücü bakteriyalar var. Onların hamısını məhv edir. Yəni orada steril bir vəziyyət yaradır. Ona görə elə bir vəziyyətdə bu meyit uzun illər boyu çürümədən insan nəşi olduğu kimi qalır. Burada dəmir ağacıdır. Bu dəmir ağacı indi burada yəni ki əkməmişik. Lazım gələndə burada əkəcəyik. Bunları imenli yəni şəxsən ona görə bu formada əkmişik ki, bunlar qalxandan sonra bax bu arkanın üstündə onu bağlayacaq bir-birinə. Bu dəmir ağacının əhəmiyyəti barədə nə deyirsiniz? Bu dəmir ağacı çox keyfiyyətli ağacdır. Bu hər asanlıqla bu deməli xəstəlik tutmur. Sonra və bu da özdə çox möhkəm ağacdır. Həddən artıq möhkəm ağacdır. Yəni bundan müxtəlif məqsədlərlə istifadə edirlər. Həm də ona görə buna dəmir ağacı deyirlər ki, bunun məsələn bir parçasını adətən istənilən ağacı biz suya atanda suyun üstündə üzür də. Amma bunu suya atanda daş kimi batır dibinə gedir. Dəmir ağacı. Dəmir ağacı. Yəni bunun o xüsusi çəkisi, sıxlığı çoxdur. Elə bir dəmir kimidir. Yəni dəmiri atanda necə batırsa da bu da batdığına görə elə oradan adını qoyublar dəmir ağacı. Bax bunun da əsas üstünlüklərindən birisi odur. Ona görə həm bu bağda çoxluq təşkil etməsi torpağın da möhkəmlənməsinə. Torpağın da möhkəmlənməsinə kömək eləyir. Ondan sonra həm də bu səliqəli, indi biraz bu təzədir. Bir balaca böyüyəndən sonra buna biz forma verəcəyik və bu gözəl bunun görünüşü olur. Həm yarpaq cəhətdən, həm rəng cəhətdən və həm də ki bunun bəzi bioloji xüsusiyyətləri var onun cəhətdən. Bunlar o alma ağacıdır. Sonra kalinalardır bunlar belə, parlaq yarpaq kalina. Bunlar da yarpağındakı o parlaqlığa görə qoyublar, adını belə veriblər. Bunun ikinci bir növü də var, bu o tərəfdə var, onu gələn oraya çatanda deyəcəm. Ona deyirlər, deməli, xırda yarpaq kalina. Yəni ki, onun yarpaqları balaca olur, amma güllər də bunun kimi güllər olur. İndi o kalina haqqında sonra söhbət eləyəcəm. Bu adam ağacıdır. Əgər burada diqqət eləsəniz, bax burada bu iri yarpaq görünür orada. Ona adam ağacı deyirlər, kapalxa da deyirlər. Bax həmin o çox indi bu boydadır. Əgər sentyabr ayında gəlsəz, görərsiniz ki, bax o işığı lampaları keçib qalxıb yuxarı. Qalxır, öyle çox böyük bax belə yarpaqları olur, gözəl salxım gülləri olur. İndi o balaca o qədər hələlik təzə əkilibdir. Sonra bunlar bayaq deyirdim, lavandalar. Bax bunlar bax bu boz rənglər, bunlar odur. Bunlar lavandadır. Yəni bu da çox belə yaxşı gülləri olur. Əsasən bunun içində bundan çox yayılıbdır. Orada bunun çox böyük plantasiyaları var və oradan bundan özə dərman preparatları hazırlayırlar. Müalicə və əhəmiyyəti var. Çox müalicə və əhəmiyyəti var, bəli. Məsəl üçün nə kimi əhəmiyyəti var? Məsəl üçün bunlardan ən çox deməli bu infeksiyon xəstəliklərdə bunların alınan deməli preparatlardan istifadə eləyirlər. Çox belə hətta
mən oxumuşam bir yerdə ki, yəni orada bunu əkəndə elə əkirlər ki, yəni onu istənilən yerə elə bil ki, əkirlər sıra ilə. Arasında balaca cığır qoyurlar, sonra bir cərgədə əkirlər. Bütün hamısı elədir ki, yəni insanlar onun arasından gəzə-gəzə getsinlər, çox onun havasından udsunlar. Yəni onun orada havasından udanda, onu demək olar ki, tənəffüs yollarını təmizləyir, sonra bu mikroblara antimikrob təsiri olur, onları öldürür, eləyir və insanda xoş deməli ovqat yaradır. İndi biz də gətirmişik, burada var, özə bura düşübdür, elə bil ki, yaxşı, deyək ki, orada bax, aralara çox yerə əhmişik, belə. Həsən müəllim, siz burada tələbələriniz üçün təcrübə çox gözəl keçə bilərsiniz. Onlara çox praktik mühitdə dərs keçə bilərsiniz. Biz orada ümumiyyətlə bizim çox böyük fikirlərimiz var burada. Onları həm o formu, həm deyək ki, hamı oxuyub alim olmur ki, və yaxud da hamı da bioloq olmur ki, amma hamının deyək ki, evi olur, hamının deyək ki, həyatının sahəsi ola bilər, düzdürmü? Ona görə hamı bu bitkini bilməlidir. Məsələn, həyatında bir ağac var, ona calaq eləyə bilər. Biz burada onlara calaq eləməyi də praktiki öyrədəcəyik, əkməyi də öyrədəcəyik, hansı bitkini hansı şəraitdə necə əkmək lazımdır, necə calaq eləmək lazımdır, hansı calaq formaları var. Bununla yanaşı, sonra bitkilərdə, dərman bitkiləri ilə bağlı çalışacağıq, bunlara məlumat verək. Bağ yarpağıdır, saqqız ağacı, o bir çox bitkilər var, indi göstərəcəm. Saqqız ağacı ilk dəfədir mən burada gördüm. Ümumiyyətlə, saqqız ağacı çox az, nadir. Nadirdir, bəli, o bizdə yoxdur. Əksərən şeylərin, o səhralarda, yarım səhralarda olur o şeylər. Necə əldə etmişsiniz? Necə yetişdirirsiniz onu? Bunu indi doğrusunu desək, Naxçıvandan gətirmişik onu. Saqqız ağacını. İndi Naxçıvana necə gəlib çıxıbdır, onu bilmirəm. Yəni ki, onu biz araşdıracağıq. Bizim növbəti bir planlaşdırırıq. Naxçıvana gələcəyik. Çünki bu vaxtı bitkilərin vaxtı nədir? Əsas inkişaf vaxtıdır. Bu indi getməsən, yayda getməyin mənası yoxdur. Çünki yarpaq, çiçək quruyur, tökülür, bitkini tanıya bilmirsən. Bax, o quzu qulağıdır. Bax, verirsiniz? Bax, o quzu qulağıdır. Bax, onlar, o topuz baş olanlar qantəpərdir. O da yəni çox dərman bitkisidir, onun çox böyük əhəmiyyəti var. Onun o tərəfindəki var, o biraz ağımtıl formada fikir verirsinizmi? Bax, o saqqız deməli bitkisidir. O da böyüyür eləyir. İndi hələ saqqız ağacı? Saqqız ağacı, hə. Bu sitrus bitkilərindən limondur. Burada biz limon var, burada greyfrut var, sonra mandarin var. Bunların hamısı sitrus bitkiləri adlanır və bunlar Lənkərandan gətirilibdir buraya. Bayaq danışdıq ki, o müharibələr bir yandan gedir, o təbiətə təsir edir. Bu müharibələr vasitəsilə düzdür, insan iqlim amillərinə o qədər təsir eləyə bilmir, təbii amillərə. Ancaq istər-istəməz o deyək ki, demək, atılan o silahlar, patlayan o bombalar istər-istəməz ətraf mühitə ziyan vurur. Yəni antropogen təsir olaraq. Əlbəttə çox, həddən artıq çox ziyan vurur. Çünki bir yeri dağıdılırsa da onunla əlaqədə olaraq o qida zənciri deyilən bir məsələ var da. Təbiətdə ərazilər bir-birini müəyyən bir deməli xüsusiyyətinə görə bir-birini tamamlayır. Ona görə o təbiətdə müəyyən bir hissəsində dəyən zərər avtomatik olaraq o digər ərazilərdəki proseslərin də zəifləməsinə, pisləşməsinə səbəb olur. Bax, bu nöqteyi nəzərdən tamamilə deməli dünyada deməli o bəşəri düşüncəli insanlar narahatlıq keçirirlər, çalışırlar ki, əvvəlcədən qabaqlayıcı tədbirlər görməklə bunun qarşısını alsınlar. Bu tədbirlərdən biri də həmin bu yaşıl deməli dünya naminə həmrəylik bu çağırışıdır. Bunun da 29-cu elə bil ki iclası bildiyiniz kimi COP29 Bakıda keçirildi və orada çoxlu qərarlar qəbul olundu. Bu qərarlar qəbul olunandan sonra bugün deyim ki, onun Bakıda keçirilməsi dünyanın bizim respublikaya çox möhkəm önəm verməsi ilə bağlı idi. Burada əlbəttə möhtərəm cənab prezidentimizin apardığı siyasət, onun demək həyata keçirdiyi layihələr və s. Ona görə o burada keçirildi. İndi ona görə bax bizim elə buranı yaratmağımızın əsas səbəblərindən biri də oldu ki, elə bu yaşıl dünya naminə həmrəylikdə, yəni ki, biz prezidentimizə
deməli köməkçi olaq, yardımçı olaq və onun o ideyalarının həyata keçirilməsində COP29-un Siz alimlərin biz bəli ən böyük işi mən deyərdim ki, təbiətə nəfəs verən belə işlər dəstək olmaqdan. Əlbəttə, bəli. O bir şey deyim sizə, bizim hamımızın sevdiyimiz, hamımızın hörmət elədiyimiz, məsələn, mərhum akademikimiz Həsən Əliyevin bilirsiniz də, onların Həyəcan təbili bir kitabı var. Bu elə bir kitabdır ki, bu həyəcan təbili elə bir bütün dünya üçün, dünya insanları, mütərəqqi, bəşəri insanlar üçün yazılmış bir çağırış kitabıdır. O kitabda göstərir ki, deyir ki, deməli, hər hansı bir yas yerinə, huzur yerinə, toya və s. Gecikmək olar. Lap yeri gəlsə, getməmək də olar. Ancaq təbiətdə xidmətdə heç vaxt yuvanmaq olmaz. Yəni, təbiətə xidmət bu sürətlə inkişaf gedir, tabi həyat baş verir. Ona biraz da gecikdin, yubandın, o öz təsirini göstərəcəkdir və təbiət, necə deyirlər, öz yolundan çıxacaqdır. Bax, biz də kömək eləmək üçün bir var, yalın ayaqla, yalın əllə heç bir iş görmək olmaz. Və burada, indi bax, bu gördüyümüz, bax, burada hardasa 200-ə yaxın yeni ağac və kol bitkiləri var. 25-30-a yaxın dərman bitkiləri var. Sonra hardasa bir 20-yə, 30-a yaxın ot bitkiləri var. Və biz bunu artırıb, hətta bu yaxın 2-3 il ərzində buranı 500-ə yaxın bunu çatdıracaq. Yeni-yeni növlər, yeni-yeni bitkilər gələcək buraya. Bu bağın özəlliyi bilirsiniz nədədir? Siz bir elm adamı kimin, bilmirəm bu barədə necə açıqlama verəcəksiniz. Mənim xüsusi diqqətimi cəlb elədi. Burada bir arı ailəsi gördüm bu bağda. İstəyirəm bu barədə məlumat verəsiniz və canlı olaraq mən tamaşaçıları tanış edəcəm. Bu arı ailəsinə, arının özü sinantrop orqanizmlərə aiddir. Yəni bu insan olan yerdə, yəni insanın deməli fəaliyyəti ilə bağlı deməli bir prosesdir və insan onu art gətirir öz həyatında, yəni öz məişətində ondan istifadə edir. Ona görə elmdə buna sinantrop orqanizmlər deyilir. Bunlar da arı, yəqin ki bilirsiniz, çox belə mürəkkəb olduğu qədər, mürəkkəbdir. Onların yaşayışı, həyatı, onları diqqətlə deməli öyrənəsən o mürəkkəbdir. Yəni adi halda insan elə bilirsən ki, arının hərəsi bir tərəfə uçur, qarma-qarışıq, elə bilirsən ki, bu xaotik bir prosesdir. Yox. Onun hamısının yolu var. Yəni bu nizamlı proses. Bu nizamlı prosesdir. Mən adicə bir şey deyim ki, arı birdən ətrafında, yaxınlığında şirə çəkmək üçün gül tapmayanda, hətta 5-6 kilometrə qədər məsafəyə uçub gedir. Bu gedəndə yolu azmamaq üçün, yəni geri gəlib öz təzədən yuvasına qayıtmaq üçün yollara getdikcə ağaçların müəyyən bir yarpağın üstə qonur, gedir o bir ağacın yarpağının üstə qonur, bir yerdə daşın üstə qonur, hər yerdə özünə nişanlar qoyur ki, azmasın. Və o geri gələndə də həmən qoyduğu nişanlara baxa-baxa onu gəlir, çıxır buraya. Yəni yolu, biz manşır deyirlər də, yolu işarəliyir elə bir ki, işarələr qoyurlar ki, geri gələndə başqa tərəfə getməsin. Yəni bu çox belə böyük bir şeydir. Əgər birdən ana arı var, balaları var. Ana arı çıxır. Orada bir neçə ana arı çıxa bilər. Axırı onların içindən biri inkişaf edilir, yaxşı olur belə. Qalanlarını öldürürlər. Bir dənə ana arı qalır. O balalar çıxır o şeylərdən, yuvalardan. Balalar çıxanda ana arı baxır ki, balalar çıxıbdır, köhnə arılar var, o birisi, bu birisi. Da bunlar burada yaşaya bilməyəcəklər, yola gedə bilməyəcəklər. Həm də yerləşməyəcəklər, da artdılar bunlar. Birdən nə qədər desəmin arı çıxır. Ona görə ana arı o cavan təzə çıxan beçə arılar da, cavan arılar da başına yığır, elə bir ki ayrılır. Yeşikdən çıxır, uçur çıxır gedir. Gəlir ana arı hansı ağacın yarpağına qondusa, qalan bütün arılar, o cavan arılar gəlir, onun üstə yığılır. Bir də görürsən ki, ağacın yarpağından kündə kimi belə yekə böyük arılar hamısı bir-birinin topa yığılıbdır. Ona deyirlər beçə vermə. Sonra o yeşik, arı yeşik yoxdur, onu həmin o gətirirlər, o budağın altında açırlar, içərisinə şan qoyurlar, budağın altında tuturlar, sonra budağı yuvasına silkələyirlər. Silkələyəndə kündü ilə nə qədər arı var, hamısı düşür o yeşiyin içinə. Düşən kimi də onun ağzını bağlayırlar, artıq bu oldu onların öz evi, öz ailəsi. Təzən onu qoyurlar, artıq oradan çıxan arı, çölə çıxan gedən daha o birisinə getmir, özünə həmin oraya gəlir. Beləliklə də deyirlər ki, arı beçə verdi,
Hə, və bir arı olur 2 dənə, sonra ikisi 3 dənə, 4 dənə. Belə-belə yuvaların, ailələrin sayı artır və onların da təzə vaxtı onlar düzdür. Təzə olduqlarına görə bal vermirlər. Ona hələ kömək eləmək lazım gəlir. Belə. Amma sonraki illərdə artıq onlar başlayırlar və insana fayda verməyə. Bu gün botanika bağının yendirim gözəlliyi ilə, həm də ki bunun insanlar üçün, elə bu Abşeron zonası üçün əhəmiyyətindən xeyli söhbət etdik sizinlə. İnşallah gələcəkdə yəqin ki siz burada bitki örtüyünü, ağac örtüyünü, gül örtüyünü çoxaldacaqsınız. Bəli, burada artacaqdır. Biz bu qarşımıza məqsəd qoymuşuq. Qısa müddət ərzində hardasa deməli indi hardasa 250-yə qədər ot bitkili zaddır. Bir də burada növümüz var. Ondan sonra bunu təqribən 2 dəfə, yəni 500-ə çatdırmaq planımız var. İndi ondan sonra da indi Allah qoysa bizim başqa planlarımız var. Böyük ərazilərdə böyük işlər görmək planlarımız var. Danışıqlar aparmışıq. Elə birini deyim, başdan ucdan qulaqdan deyirəm. Məsəl üçün Naxçıvanda dağlarda meşələr yoxdur da, həddən az miqdardadır. Bizim əsas məqsədlərimizdən biri o idi ki, Naxçıvanda dağ meşə massivinin salınması. O çılpaq dağlar meşələnsin, meşə əmələ gəlsin və orada yəni ki, böyük meşəliklər yaransın, tamamilə o mühit dəyişsin orada. Buradan lazım olan yerlərə, oradan prezidentimizin orada daimi nümayəndəsi var, ona da müraciət eləmişik. Burada da müraciət eləmişik, Nazirlər Kabinetinə də müraciət eləmişik. Allah qoysa hamısından da cavab gəlib ki, bəyanınızın yaxşı, nə lazımdır, kömək eləyəcək. Ona görə biz bir dəfə gedəcəyik Naxçıvana, həm nümayəndə ilə görüşməyə və ondan sonra da yəqin ki, orada seçəcək birinci hansı dağdan, hardan başlayaq. Çünki onu başlamaq üçün gərək birinci heç olmasa, birinci gedək axtaraq görək hardan su var, hardan məsəl üçün onu sulamaq üçün suyu hardan tapmaq olar, necə tapmaq olar. Su mənbəyini tapmalısınız. Hə, su mənbəyi tapaq ki, oradan o bitkilər əkilsin. İndi bir vaxtı əkiləndən sonra o bitkilərin özləri orada öz mühitlərini yaradacaqlar təbii yolla. Amma birinci oraya süni lazımdır, insan təsiri lazımdır ki, insan əməyi ilə yaransın və oralar belə ki, bax bu nöqteyi nəzərdən bizim işlərimiz görülübdür. Biri də indi gedəcəyik oraya, bax o ərəfədədir. Bir 5-10 günə, bir ayın 15-nə qədər təqribən. Deyir ki, indi biraz yağışlar çox olur. Birdən oraya gedəndə çox güman ki, biz dağlara da qalxacaq da, baxmağa, eləməyə. Və orada yağış olmasın da, gedəndə heç olmasa bir mənalı bir iş görə bilək də, yarımçıq qayıtmayaq oradan. İnsan öz müəllimindən, düzdür, müəllimindən öyrənir, sonra ağsaqqalından öyrənir. İndi biz də ailəsinin başçısından, ailə rəhbərdən, indi atadan, anadan, böyüklərdən öyrənir. Bu kiçik ailə səviyyəsində. Bir də var böyük ailə. Ona görə mən Cəlal müəllimə Allah rəhmət eləsin deyirəm və onun o vaxt yaxşı ki, o şeyləri bizə başa saldı, öyrətdi. İndi biz onun o bizə verdiyi dərsləri indi rəhbər tutaraq hiss eləyirəm ki, çox da çətinliklərə düşmürük. Yəni, istənilən vəziyyətdə, istənilən çətinlik ortaya çıxanda Cəlal müəllimin bizə öyrətdikləri, bizə verdiyi nəsihətlər köməyimizə gəlir və biz o vəziyyətdən çıxa bilirik. Əsas məqsədimiz o olub ki, biz bu botanika bağçalarının sayını artıraq, xalqımız, cəmiyyətimiz, dövlətimiz inkişaf eləsin. Biz təbiəti sevməliyik, təbiətə diqqət eləməliyik, təbiətimizi qorumalıyıq və çalışmalıyıq ki, təbiətimiz günü-gündən çiçəklənsin, daha da inkişaf eləsin.